Bir əl pəncəmizdə hansı sümüklər var, onlara baxaq. Baxın uşaqlar, bunlar əl darağı sümükləridir. 1, 2, 3, 4, 5. 5 dənə əl darağı sümüyü. 5 dənə əl darağıdır da bura. Əl darağının arxasındakı sümüklər 8 dənə. Biz buradakı 8 sümüyə əl darağı arxası sümükləri və yaxud da bilək sümükləri deyə bilərik. 8 bilək sümüyü, 5 dənə əl darağı sümüyü və əl darağı sümüklərinə birləşir falanqalar. Görürsünüz, bir baş barmağımızda 2 falanqa var, amma yerdə qalan barmaqlarımızda 3 falanqa var. Onda cəmi olacaq 14 dənə falanqa. Gəlin hesablayaq. 8 dənə bilək sümükləri, başqa sözlə əl darağı arxası sümükləri, 5 dənə olacaq əl darağı sümükləri, 13. 13-ün də üstünə gələcəyik 14. 27 dənə bizim əl pəncəmizdə sümük var. Sonra əl pəncəmizə birləşir, görürsünüz, sait sümüyündən dirsək sümüyümüz. Dirsək sümüyümüz birləşir bazu sümüyünə. Bazu sümüyü də birləşir arxadan kürək sümüyünə. Onda bir sərbəst qolumuzda bir but sümüyü, 2 sait sümüyü, oldu mu 3, 3-ün də üstünə gələcəyik 27-ni. Deməli, qolumuzun sərbəst hissəsində, yuxarı ətrafımızın sərbəst hissəsində var uşaqlar 30 dənə sümük.